Salam, xoş gördük hər birinizi, əziz webinar iştirakçıları. Bugünkü webinarın qonağı Şəfa Mehdiyevadır. İnsan resursları üzrə təlimçi, Azərbaycan Dəmir Yollarında mütəxəssis. Mövzumuz isə işə qəbulun sirləri, müsahibədə necə yadda qalan namizəd olmaq olar. Sözü uzatmadan Şəfa xanım verirəm sözü sizə. Buyurun, həm özünüz haqqında məlumat verin, daha sonra mövzuya keçid edin. Təşəkkür edirəm Aydan xanım ilk növbədə hər birinizə. Deməli, mənim bir sualım olacaq. Rekordinq olunur. İlk növbədə bunu verim. Bəli, bəli, bəli. Aha, tamam, çox təşəkkür edirəm. Buyurun. Deməli, yoldaşlar, hər birinizi görməyimə şad oldum. Mən Mehdiyeva Şəfa, Aydan xanım da təqdim elədiyi kimi təqdimatı uzatmağa ehtiyac yoxdur. Slaydı ekrana verəcəm. Deməli, mövzumuz müsahibə olacaq və paralel olaraq 2 slayd üzərindən gedəcəm. Sizə məlumatı daha aydın və daha effektiv ötürmək üçün və çox xahiş edirəm, nə suallarınız olarsa, seminarımızın daha məhsuldar olması məqsədi ilə qarşılıqlı formada mən hər slayddan sonra case qoyuram və mən sevirəm ki, ümumi webinarlar, seminarlar aktiv formada keçsin. Hər slayddan sonra qoyduğum caseləri maksimum dərəcədə cavablandırmağa çalışaq. Səsini aça bilməyən tələbələr chat vasitəsilə cavablandıra bilərlər. Səsini açmaq istəyib öz fikrini bildirmək istəyən tələbələrdən isə xahiş edirəm ki, fikrinizi bildirməkdən çəkinməyin. Mən istəyirsinizsə sözü çox uzatmadan keçid eləyim slaydımıza. Bircə dəqiqə. Və bir də səsimlə bağlı və yaxud da görüntü ilə bağlı problem olarsa, bildirməyinizi xahiş edirəm sizdən. Ekranı görə bilirik, yoldaşlar? Bəli, görünür. Aha, tamam, çox sağ olun. Deməli, işə qəbulun sirləri, müsahibədə necə yadda qalan namizəd olmaq lazımdır. İlk öncə giriş hissəsi olaraq danışacağam, daha sonra slayd üzərindən gedəcəyik. Bildiyimiz kimi müsahibə günümüzdə ən aktual məsələlərdən biridir və müsahibədə necə uğurlu olmalıyıq və yaxud da müsahibədə üstünlük qazanmağın yolları nələrdir? Bildiyimiz kimi bir vakansiya üzrə bəzən elə ola bilər ki, minlərlə namizəd müraciət edə bilər, yüzlərlə namizəd müraciət edə bilər. Bu namizədlər arasında HR-a necə yadda qalan bir müsahibə yaşatmalıyıq və yaxud da nələrdən istifadə eləməliyik, müsahibəni necə yadda qalan etməliyik, maksimum dərəcədə sizə onlardan bəhs eləyəcəm. Təbii ki də burada hər şey balanslı formada olmalıdır. Bəzən elə ola bilər ki, siz maksimum dərəcədə yadda qalmaq üçün müəyyən alətlərdən istifadə eləyə bilərsiniz, lakin qarşınızdakı HR bunu anlamaya bilər və yaxud da sizə fokuslanmaya bilər. Bu artıq tamamilə başqa bir aspektdən yanaşılan mövzudur. Amma standart olaraq bu slaydda olanları və yaxud da bəzi məqamlara da toxunaraq biz müsahibəni daha yadda qalan edə bilirik. İlk növbədə başlayacağam müsahibədən əvvəl hansı işləri görməliyik? Müsahibədən əvvəl ən önəmli məqam görünməyən tərəf var. Hansı ki, görünməyən tərəf nədir və görünməyən tərəfə necə hazırlaşmalıyıq? Görünməyən tərəf dedikdə şirkəti maksimum dərəcədə çox araşdırmalıyıq. İlk növbədə ən önəmli məqam budur. Əgər siz istər böyük, istər kiçik, fərqi yoxdur, istər beynəlxalq şirkət olsun, istər yerli təşkilat olsun, siz hər hansısa bir müəssisəyə müraciət eləyirsinizsə, ən önəmli məqam HR-ın sizə müəssisə haqqında nə bilirsiniz sualınıza sizin dolğun cavab vermənizdir. Əgər siz bu suala dolğun formada cavab verməsəz və yaxud da düzgün formada cavab verməsəz, istər-istəməz HR düşünəcək ki, siz sadəcə spontan müraciət eləmisiniz və görüşə gəlmisiniz. Hər hansı bir təsadüf əsasında sizi çağırıblar, seçilmisiniz, gəlmisiniz. Bu biraz düzgün yanaşma deyil. Buna görə də yalnız sayt, şirkət, yəni müraciət etdiyiniz qurumun saytını deyil də, bunu daha dərindən LinkedIn hesabını, həmin müəssisənin, həmin qurumun, həmin təşkilatın LinkedIn-dən HR-ını axtara bilərsiniz. Düzdür, ola bilər ki, biz bəzən telefon zəngi ilə bizi müsahibəyə dəvət edəndə biz oradan birbaşa kimlə görüşəcəyimiz şəxsi soruşmaya bilərik, amma ən azından biz gedəcəyimiz təşkilatın adını bilirik və bildiyimizə görə də bunu axtara bilirik.
Axtarmaq niyə bizim üçün üstündür? Siz elementar həmin müəssisənin son layihələrini axtaranda və yaxud da həmin müəssisənin bir neçə işçisini LinkedIn hesabından tapanda sizin beyninizdə müəyyən bir fikir formalaşır ki, bu müəssisənin məqsədi budur, bu müəssisənin işçiləri aktivdir, bu müəssisənin işçiləri inkişaf yönümlüdür, müəyyən layihələrə, müəyyən təşkilatlara, müəyyən belə deyim də təlimlərə qatılırlar. Bu da onun göstəricisidir ki, həmin müəssisə öz işçilərini daim inkişafda saxlayır. Artıq sizdə müəyyən bir fikir formalaşır. Həmçində dediyim kimi vizuallıq. Siz gedəcəyiniz yeri vizual olaraq beyninizdə təsəvvür eləyirsiniz və ən azından sizdə bir standart yaranır. O standartdan yüksək olanda gözləntiniz bu daha yaxşıdır. Yox, bəzən elə ola bilər ki, siz LinkedIn üzərindən görürsüz, hər hansısa bir sayt üzərindən görürsüz və standartınız yüksək olur. Lakin ora gedəndə gördüyünüz məqamlarla, yəni sosial şəbəkədən gördüyünüz məqamlarla qarşılaşmırsınız. Bu da artıq o deməkdir ki, sizin standartlarınızdan daha aşağıdır həmin müəssisə və mən elə düşünürəm ki, artıq həmin müəssisədə siz seçilmək belə istəmirsiniz. Buna görə də həmin bu görünməyən hazırlıq çox önəmlidir. Bu görünməyən hazırlığa nə qədər çox üstünlük versək, bir o qədər də həmin şirkət haqqında, özümüzlə şirkət haqqında uyğunluq tapa bilərik. Baxın, burada mənim ikinci bir slaydım var. Burada şirkətlə özümüz arasında bir uyğunluq müəyyən eləyirik ki, o kimdir? O kimdir? Yəni şirkət kimdir? Şirkətin dəyərləri, şirkətin əsas fəaliyyəti, son nailiyyətləri, yəni onun əsas fəaliyyət istiqamətləri, gələcək planları, rəqibləri, həqiqətən də bəzən bir şirkətin rəqibini öyrənmək olsun, şirkətin işçilərlə şəbəkələşmək olsun, şirkətin saytının araşdırılması olsun, sizin beyninizdə bir fikir formalaşdırır. Sual vermək istəyən tələbə var? Aha. Yəni artıq sizin beyninizdə həmin şirkət barədə bir fikir formalaşır. Buna görə də biz üstünlük veririk ki, həmin bu balans qorunsun və mən kiməm? Müsahibəyə getməmişdən öncə də bu sualı da özümüzə verməliyik ki, ola bilər mən bu quruma müraciət etmişəm, lakin mən bu qurumda işləmək üçün bacarıqlarım, nailiyyətlərim, səriştələrim bu quruma uyğundurmu? Bəzən ola bilər ki, siz yaxşı işçi ola bilərsiniz, ola bilər ki, siz işinizin peşəkarı ola bilərsiniz, lakin o uyğunluq məsələsi var. Getmək istədiyiniz şirkətlə, sizi müsahibəyə dəvət edən şirkətlə sizin aranızda balans olmalıdır, uyğunluq olmalıdır. Sizin təcrübəniz nədir? Sizin inkişaf etməli olduğunuz məqamlar nələrdir? Bunları öncə bir görünməyən tərəf kimi müsahibəyə getməmişdən ən azı bir gün, 2 gün öncədən analiz eləməlisiniz. Daha sonra biz qeyd eləyirik ki, baxın, burada belə bir case qeyd eləmişəm. Zəif namizəd və güclü namizəd. Zəif namizəd şirkətdə, yəni şirkət haqqında məlumat verəndə bəzən biz görürük ki, hətta biz məlumat vermədən namizəd bizə belə bir sual verir ki, sizin şirkət ümumiyyətlə nə iş görür? Baxın, bu mənə görə biraz düzgün sual deyil. Çünki ən azından biz müsahibəyə gəliriksə, gəldiyimiz yeri öyrənməliyik və gəldiyimiz yeri bilməliyik. Demirəm, bütün müəssisələr tanınmış deyil, bütün müəssisələr belə deyim də, elə müəssisələr var ki, kiçik özəl sektordur. Onun haqqında siz hətta saytdan belə dolğun məlumat tapa bilmirsiniz. İnternet üzərindən, sosial şəbəkə üzərindən belə həmin müəssisə haqqında normal məlumat tapmaq olmur. Çünki hətta elə müəssisələr, elə özəl qurumlar var ki, onların rəsmi saytı belə yoxdur. Və mən düşünürəm ki, əgər bir müəssisənin rəsmi saytı yoxdursa, bir dəqiqə yoldaşlar. Aha. Ekranla, səslə bağlı hər şey qaydasındadır. Bəli. Aha, tamam. Deməli, mən elə düşünürəm ki, bir müəssisənin ümumilikdə əgər necə deyərlər, hər hansısa bir rəsmi saytı yoxdursa, siz sosial şəbəkədən, hər hansısa bir platformadan o müəssisə haqqında biraz da olsa məlumat tapa bilmirsinizsə, o müsahibəyə getməyiniz belə mən elə düşünürəm ki, biraz sual altında olan məsələdir. Həm də niyə sual altındadır? O artıq baxır sizin təcrübənizə. Siz yeni başlayırsınızsa, təbii ki də siz bütün hər özəl olsun, dövlət olsun, kiçik, böyük fərqi yoxdur. Hər yeri yoxlamalısınız. Bütün kampaniyalarda öz şansınızı yoxlamalısınız. Çünki siz yeni başlayırsınız və sizin belə deyim də işə ehtiyacınız var. Orada artıq bizim seçim hissəmiz nisbətən daha az olur. Amma əgər siz mütəxəssissinizsə və artıq hansı sahə üzrə davam edəcəyinizi bilirsinizsə, müəyyən bir məqsədiniz varsa, mən məsləhət görərəm ki,
tanınmayan və yaxud da hər hansısa bir rəsmi saytı olmayan, hər hansı bir sosial şəbəkədən məlumat tapa bilmədiyiniz müəssisəyə, müsahibəyə belə getməyiniz, yəni qənaətbəxş deyil. Daha sonra güclü namizəd isə ən azından, sizə sizin müəssisə haqqında müəyyən bir məlumat verir. Ən azından düzgün verməsə belə çalışıb bu insan baxıb, araşdırıb, sizin son layihələrinizə baxıb, neçənci ildən fəaliyyət göstərdiyinizə baxıb, hansı sahə üzrə fəaliyyət göstərirsiniz ona baxıb, istər xidmət olsun, istər digər məsələlər olsun. Yəni bu artıq bizim özümüzdən asılıdır da. Ola bilər ki, məsələn, mən araşdırmışam, daha dərindən araşdırmışam və yaxud da mənim ətrafım geniş olub, mən bu müəssisəni bir çox insandan daha yaxından öyrənə bilmişəm. Amma eyni insanlar da var ki, sadəcə girir, araşdırır internet üzərindən və gedir bildirir. Yəni dediyim odur ki, ən azından biz həmin şirkətin son layihələrinə, yaranma tarixinə, sahəsinə baxmalıyıq. Xidmətdir, müştəri yönümlü sahədirmi, təhsildir, səhiyyədir və s. Yəni ən azından sahəsini bilməliyik ki, mənim getdiyim müəssisə hansı sahə üzrə xidmət göstərir və məqsədi nədir? Daha sonra ilk 30 saniyə. İlk 30 saniyə nədir? Birinci, həmin bizim qarşımızdakı HR-da təəssürat yaratma effektimiz. Yəni bu çox önəmlidir. İstər rezumedə olsun, istər ümumi görünüşdə olsun, ümumiyyətlə vizuallıq həm iş mühitində, həm həyatımızın digər mövqelərində çox önəmli bir məqamdır. Yəni biz vizuallığa hər yerdə baxırıq. İstər gedib özümüz üçün şəxsi həyatımızda istirahət edəcəyimiz bir yerdə olsun və yaxud da hər hansısa bir digər məqamda olsun. Bu müsahibədə də belədir ki, vizuallıq çox önəmlidir. Vizuallıq dediyim ilk təəssürat, sizin ilk 30 saniyədə HR-da yaratdığınız təəssürat. Təəssürat dediyim, bu sizin enerjinizdir, bu sizin salamlaşmağınız belə qarşı tərəfdə bir fikir yaradır. Hətta sizin geyiminiz belə. Mən bir mənalı olaraq deməyəcəm ki, getdiyiniz hər müsahibədə siz dress code geyinməlisiniz və yaxud da getdiyiniz daha doğrusu getdiyiniz hər müsahibədə dress codunuz klassik olmalıdır. Belə bir anlayış yoxdur. Sadəcə sizin getdiyiniz bu da yenə də aslında araşdırmadan. Siz hansı şirkətə gedirsiniz? Nə tipli bir şirkətə gedirsiniz? Əgər dövlət qurumudursa və yaxud da hər hansı bir sahə, məsələn, bank sahəsidirsə və yaxud da ciddi bir qurumdursa, təbii ki də sizin ora neçə dəqiqə chat bölməsinə baxıram ki, bəli, bədən dili çox önəmlidir. Yəni ən əsası da dediyim kimi qarşı tərəfdə yaratdığımız təəssüratdır. Yəni bizim xoş mimika ilə salam verməyimiz belə qarşı tərəfdə müəyyən bir təəssürat yarada bilər. Yox, biz daxil olduq, salam verək, səssizcə oturaq. Bu düzgün bir məqam deyil. Geyim isə dediyim kimi, əgər siz hər hansısa bir sahə, məsələn, IT sahəsidirsə, okey, rahat geyinə bilərsiniz, amma hər məqamda fərqi yoxdur. Müraciət etdiyiniz sahədən asılı olmayaraq hər məqamda səliqə önəmlidir. Siz daxil olanda ən azından səliqəli görsənməlisiniz. Yəni səliqəsiz formada mən belə özüm belə istəmərəm ki, qarşımda əyləşən namizəd səliqəsiz formada gəlsin. Çünki ən azından hər iki tərəf bir-birinə hörmətlə yanaşmalıdır və maksimum dərəcə çalışmalıyıq ki, səliqəli görsənək və bir də enerji məsələsi. Çox gərgin olmamalıyıq və çox rahat olmamalıyıq. Bu da önəmli məqamdır. Çox rahat olmaq qarşı tərəfə narahatlıq yaradır həqiqətən də. Məsələn, mən namizəd çox rahat olanda narahat oluram ki, yəni bu rahatlıq biraz, yəni balans pozulur da. Maksimum rahat olmamalıyıq. Çünki ən azından fərqi yoxdur. İlk müsahibəyə gediriksə, hər hansı bir yeri ilk dəfə biz özümüz belə gedəndə müəyyən bir həyəcan olmalıdır bizdə. Bu həyəcan normaldır. Həyəcanın olmaması bizim ekstra rahat olmağımız, bu artıq düzgün bir şey deyil. Çünki insan çox rahat olanda bəzən bu qarşı tərəfə xoş görünməyə bilər. Buna görə də səssiz salam verməməliyik, həddən artıq çox yüksək səslə danışmamalıyıq. İncə bir təbəssümlə salamlaşıb özümüzü təqdim etməyimiz daha yaxşıdır. Yəni təqdim edirik və əyləşirik. Daha doğrusu əyləşirik və təqdim edirik. Hətta baxın, burada bir nümunə kimi qeyd eləmişəm. Təqdimatda da məsələn gəlir sadəcə iki namizəddir. A namizədi gəldi, salam verdi, əyləşdi. İkinci bir namizəd isə gəlir, dəvət üçün təşəkkürünü bildirir, burada olduğundan məmnun olduğunu bildirir, sadə cümlələr qurur. Yəni çox mövzudan kənara çıxmaq da düzgün bir məqam deyil. Bəzən bununla da tez-tez qarşılaşırıq ki, adam gəlir,
məncə aramızda praktikada qarşılaşanlar olur da və mövzudan çox uzaqlara gedir. Bu da düzgün bir şey deyil. Maksimum dərəcədə onu minimuma endirməliyik və sadəcə, yəni burada olduğuma məmnunam, təşəkkür edirəm dəvət etdiyiniz üçün. Bunu deyib artıq qarşı tərəfdən bir addım gözləməliyəm ki, qarşı tərəf mənə özünü təqdim elə və sair etsin. Baxın, burada da qeyd eləmişəm ki, sadə cümlədir. Lakin bədən dili və ünsiyyətlə biz qarşı tərəfə göstəririk ki, mən bura gəlməkdən məmnunam və HR bu siqnalı alır ki, bu insan bura həvəslə gəlib və ən azından müəyyən qədər hazırlaşıb gəlib. Yəni bu çox önəmli bir məqamdır. Daha sonra özünüzü tanıtma. Hansı ki, özünüz haqqında məlumat verin. Bu HR-ların bizə həqiqətən də bu sualı niyə verir və bu sualı verməkdə məqsəd. Bizə özümüzü təqdim eləyin deyəndə bu nəyi yoxlayır? Yəni sual vermək istəyirsiniz? Aha, bu nə deməkdir? Həmin şəxsin, yəni bir insanın, strukturlu düşüncəsini, özünü təqdim etmə bacarığını, mənim hal-hazırda axtardığım vakansiyaya uyğunluğunu HR beynində analiz eləyir, yoxlayır ki, yəni bu insan mənim, axtardığım işçi, belə deyim də, vakansiyaya uyğundurmu? Bu çox önəmli bir məqamdır və bir də burada bir hissə də var ki, hansı ki həmin qızıl qayda biz özümüzü təqdim eləyəndə keçmiş, indiki və gələcək arasında bir balans qurmalıyıq. Keçmişdən gələcəyə doğru gələrək özümüzü qarşı tərəfə təqdim eləməliyik ki, mən məsələn də bu universiteti bitirdim, bu yəni filan yaşım var və s. və ilaxır. Özümüz haqqında kiçik, amma dolğun məlumat verməliyik. Bəzən bağça həyatından, məktəb həyatından danışan namizədlər belə olur. Bu ehtiyac yoxdur buna. Sizin orta təhsiliniz və əgər hər hansı bir peşə sahəsində təhsil almısınızsa və yaxud da orta kollec və yaxud texnikum bitirmisinizsə, bu haqda kiçik bir məlumat verə bilərsiniz. Amma orta məktəb haqqında məlumat verin və yaxud da verdiyim məlumatlar qeyri-rəsmi formada olsun, səhv məlumatlar verim, yalan məlumatlar verim. Bu düzgün anlayış deyil. Çünki qarşı tərəf artıq bunu hiss eləyir. Yəni düşünün ki, qarşı tərəf sizin qarşınızda oturan ən azından müəyyən qədər öz vəzifəsi üzrə mütəxəssisdir və o sizin kimi yüzlərlə insan görüb və artıq onda bu analiz etmə qabiliyyəti, bu bacarıq onda inkişaf edir və siz danışanda qarşı tərəf bilir ki, siz nəyə doğru, nəyə yanlış deyirsiniz. Buna görə maksimum dərəcədə müsahibələrdə yalanı minimuma endirməliyik. Okey, bəzən bəzi hissələrdə ağ yalan danışa bilərik. Necə ki, adicə şirkət belə hər hansı bir vakansiya paylaşanda vakansiyanın tələblərini maksimum dərəcədə yazır ki, ən yaxşı namizədi tapsın. Biz də maksimum dərəcədə öz bacarıqlarımızı rezümemizdə göstəririk ki, özümüzü daha düzgün formada sataq və yaxşı formada sataq. Məsələn, baxın, burada yenə mən bir nümunə qoymuşam. Güclü namizəd və zəif namizəd. Məsələn, qeyd edir ki, mənim adım, mənim yaşım, universitet, qalır. Belə olmamalıdır. Mən bunu bacarıram. Məsələn, bu vəzifələrdə çalışmışam. Hazırda sizin şirkətdə düşünürəm ki, bu vəzifədə işləyə bilərəm, çünki mənim bu bacarıqlarım var. Yəni özümüzü təqdimat hissəsində yenə dediyim kimi, mövzudan çox kənara çıxmamaq şərti ilə özümüzü düzgün formada ifadə eləməliyik. Çünki mən özümü düzgün formada öz haqqımda məlumat verəndə HR-da artıq belə bir düşüncə yaranır ki, bu insan nə etdiyini bilir, nə istədiyini bilir və bu adam artıq, bu insan bu sahədə təcrübəsi olmasa belə artıq özünü düzgün formada qarşı tərəfə sata bilir. Bu çox önəmli məqamdır. Sual verərkən niyə HR bəzən suallar verir? Biz bəzən deyirik, absurd sualdır. 5 il sonra özünüzü harda görürsünüz? Niyə bizim şirkəti seçmisiniz? Biz sizi niyə seçməliyik və s. Bu suallar əslində birmənalı olaraq şablon suallar deyil. Çünki bu sualları verməkdə səbəb qarşı tərəfin gələcəklə bağlı ən azından qısa müddətli və uzun müddətli planını öyrənməkdir. Və bir də yadınızda saxlayın, ağıllı sual veririksə, deməli namizəd ağıllıdır. Yəni ağıllı sual verən namizəd HR-ın həmişə diqqətini cəlb eləyir. Çox vaxt mən bundan çox qarşılaşıram. 100 müsahibədən məsələn 90%-də namizədlər öz suallarını deməkdən çəkinirlər və bu çox mənfi bir şeydir. Niyə? Çünki nə istədiyini bilən namizəd gələndə maksimum dərəcədə öz suallarını qarşı tərəfə verəcək. Baxın, bununla bağlı. Məsəl üçün, premium suallar nədir müsahibədə? Bu vəzifədə
3 ay sonra mənim uğurum necə ölçüləcək? Olmasın 3 ay, olsun 6 ay. Yəni siz mənim uğurumu nə ilə ölçəcəksiniz? Mənim birbaşa rəhbərimdən aldığınız feedbacklərlənmi? Mənim hər hansısa bir qiymətləndirməm mi olacaq? Yəni kimsə məni qiymətləndirəcəkmi? Yoxsa sadəcə siz qiymətləndirmə olmadan bir analiz mi aparacaqsınız və yəni bunu mənim öyrənməkdə məqsədim odur ki, məni nə zaman qiymətləndirəcəksiniz və bu qiymətimə uyğun nə zaman vəzifə artımı olacaq və yaxud da nə zaman hər hansısa bir karyera. Yəni bu adam ən azından müəssisəyə gəlməmişdən öncə bir karyera planlaması edir və mən elə düşünürəm ki, hər kəsin bir karyera planlaması olur və karyera planlaması nə deməkdir? Karyera planlaması odur ki, mən qarşı tərəfə istədiyim sualları verə bilərəm ki, mənim beynimdə tutduğum karyera planlamasına uyğundurmu? Bəlkə həmin müəssisə deyəcək ki, biz ümumiyyətlə bu pozisiya üzrə 3 il eyni namizədi işlətməyi düşünürük, vəzifə artımı yoxdur bizdə və s. Daha sonra vakansiyanın açılmasına nə səbəbdir? Yəni siz məni yeni işçi olaraq alırsınız? Yəni komandanız genişlənirmi, yoxsa mən əvəzedici bir işçi olaraqmı gəlirəm? Yəni əvəz etməyəmmi? Biri getdi, biri gəldi. Bunu niyə öyrənməliyik? Həmin müəssisədə turnover axınını ən azından müşahidə eləyə bilirik. Bəzən mən burdan hər zaman deyirəm, hər hansısa bir vakansiyaya müraciət eləyəndə baxın ki, həmin müəssisədə o vakansiya neçə müddətdir aktivdir. Mən LinkedIn-də də çox vaxt görürəm. Bir HR, X bir HR məsələn, bir vakansiyanı dəfələrlə paylaşır. Biri var ki, bu böyük qurum olsun. Məsələn, atıram, böyük qurumdur. Mən burada satış meneceri axtarıram. Çünki daim mənim müəssisəmdə satış menecerinə ehtiyac var. Amma biri də var ki, normal bir şirkətdir və daim eyni vakansiyanı paylaşır. Burada səbəb nədir? Ya tələblər çox aşağıdır, işçi tapa bilmirlər, ya çox toksik bir mühit var, gələn işçi orada qalmır, müəyyən bir müddət qalır, gedir və yenidən bunlar vakansiya verirlər, ya da ki, düzgün işçi seçimi eləyib, düzgün analiz eləyib, işçi işə qəbul eləyə bilmirlər. Buna görə də bu da çox önəmlidir. Siz soruşa bilərsiniz ki, vakansiyanın açılmasına səbəb nədir? Bu sualı həmişə nə ilə əlaqələndirin? Necə ki, bizə sual verirlər, iş yerinizdən niyə çıxırsınız? Siz də onlara sual verirsiniz ki, vakansiya açılıb, açılmasının səbəbi nədir? Və yaxud da mən kiminsə yerinə gəlirəmsə, həmin adamın çıxma səbəbi nədir? Bunu verməkdə səbəb odur ki, mən öyrənmək istəyirəm ki, niyə çıxdı? Bəlkə, məsələn, məndən necə ki, soruşurlar, biz işçi qismində çıxış eləyəndə, soruşurlar ki, niyə çıxmısınız? Mən desəm ki, rəhbərliklə dalaşdım, çıxdım, artıq onların beynində bir sual işarəsi yaranacaq. Eyni qaydada da məndə. Düzdür, heç bir HR onu deməz ki, müəssisədə, amma bəzən həqiqətən deyənlər olur ki, hər hansı bir problem baş verdi, daxildən və s. Ən azından bu sual məndə bir fikir formalaşdırır ki, mən hansı pozisiyaya gəlirəm? Yeni pozisiyaya mı gəlirəm? Yəni yeni açılmış ştata mı gəlirəm? Yoxsa hər hansı bir işçi çıxır, onun yerinə mi gəlirəm? Və bir də sizdə komandada, yəni nə işlər görür, komandanız ən çox hansı sahə üzrə çalışır, komandanızın əsas məqsədi nədir, nə üzrə məqsədləriniz neçə aydan bir yenilənir? Bu da çox önəmlidir. Yəni niyə? Biri var ki, ümumi bir müəssisədə bir vəzifədə çalışırsınız və o vəzifə üzrə işçi yalnız sizsiniz. Bir də var ki, komanda üzərindən çalışırsınız. Siz bu sualları verərək həqiqətən də HR da görür ki, siz dəqiq və nəticəyə fokuslanan bir namizədsiniz və bu onda bir fikir formalaşdırır ki, əgər bu insan nəticəyə fokuslanırsa, gələcəkdə mənim müəssisəmdə məhsuldar olacaq və mənim verdiyim tapşırıqlara da nəticə yönümlü fokuslanaraq düzgün zamanında, vaxtında mənim ona verdiyim tapşırıqları yerinə yetirəcək. Yəni mənim dediyim müəssisənin ona verdiyi tapşırıqları. Daha sonra gəlirəm ən önəmli suallara. Zəif və güclü tərəflər. Bu nədir? Bu da çox zaman qeyd olunur ki, zəif tərəfləri sual verəndə biz nə deyək? Bəzən mənə ən çox qıcıq verən hissə bu olur ki, biz namizəddən soruşanda zəif tərəfiniz nədir? Namizəd deyir ki, mən çox dəqiqəm, çox mükəmməlliyətçiyəm, çox məsuliyyətliyəm. Bunun okey, ola bilər ki, məsələn, sizdə həqiqətən də çox mükəmməlliyətçilik var. Bunu amma bu formada deməməlisiniz. Bunu biraz fərqli formada deməlisiniz ki, məsələn, mən bunu özümdən nümunə götürüb bura qeyd eləmişəm. Məsələn, mən bəzən üstümə çox məsuliyyət götürürəm. Buna görə də son 6 ayda öz belə deyim də vəzifələrimi prioritetləşdirərək bu alətdən istifadə edirəm ki, yəni bəzən həqiqətən də bu məncə bir çoxumuzda var ki, maksimum dərəcədə öz üzərimizə məsuliyyət götürürük və sonra görürük ki, biz bu məsuliyyətin altından çıxa bilmirik. Bu əslində bir mənfi xüsusiyyətdir və
düzələ biləcək bir mənfi xüsusiyyətdir. Mən bunu müsahibədə zəif tərəfim olaraq deməkdən çəkinmirəm və normal olaraq orada deyə bilərəm ki, hə, məsələn, məndə bu var, mən bunu zəif olaraq hesab edirəm. Çünki insan bir anda bir neçə məsuliyyət öz üzərinə götürməməlidir. Daha sonra bunun altına çıxa bilməyə bilər. Bunu da nəzərə alaraq biz bunu məsəl üçün özümüz üçün planlamalıyıq ki, hansı təcillidir, hansı önəmlidir, hansı vacibdir. Bəzən elə olur ki, təcillidir, amma vacib deyil. Amma təcili olduğuna görə biz o məsələni eləməliyik. Yəni bu məsələlər olduğuna görə biz zəif tərəfimizi həqiqətən də düzgün formada deməliyik. Məsələn, mən dəqiqəm, mən məsuliyyətliyəm. Bunlar bizim zəif tərəfimiz deyil. Yəni məsuliyyətli olmaq, ümumiyyətlə mən məsuliyyətliyəm deyə bir anlayış yoxdur. Sən müəssisəyə gəlirsənsə, gəlin indi biraz qanunvericilik hissəsindən danışım. Mən işə götürən olaraq qarşı tərəflə müqavilə bağlayıramsa, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən sənin vəzifə öhdəliklərin var və sənin vəzifə öhdəliyin biz işçi olaraq bizim vəzifə öhdəliklərimizdə qeyd olunub ki, işçi əmək funksiyalarını vicdanla yerinə yetirməlidir. Əmək funksiyalarını müqavilədə qeyd elədiyi əsaslarla yerinə yetirməsə, hər hansısa bir intizam tənbehləri tətbiq oluna bilər və s. və ilaxır. Yəni biz onsuz da müqavilə bağlayanda müqavilədə olan öhdəliklərimizi, funksiyalarımızı yerinə yetirməsək, biz onsuz işdən ayrılacağıq və bizi işdən çıxardacaqlar. Məsuliyyətli olmaq ekstra bir necə deyərlər, bacarıq deyil. Hə, mən ona bacarıq deyərəm ki, analiz etmə bacarığı olsun, analitik düşünmə bacarığı olsun, cəld olsun və s. Cəld olmaq həqiqətən bir bacarıqdır. Mən bunu bacarıq olaraq qəbul eləyirəm. CV-də də bu kimi bacarıqlar qeyd olunanda mən bunu bacarıq olaraq sayıram. Amma CV-də mən dəqiqəm, mən məsuliyyətliyəm, işimə vaxtında gəlirəm kimi məqamlar yazılanda bu məsuliyyət, bu bacarıq deyil yoldaşlar. Bu bizim vəzifə öhdəliyimizdir. Vəzifə öhdəliyi ilə bacarığı əsla qarışdırmamalıyıq. Məsuliyyətli olmadığımız təqdirdə, dəqiq olmadığımız təqdirdə əmək funksiyalarımızı qanunvericiliyə uyğun, müqaviləyə uyğun görmədiyimiz təqdirdə onsuz da dövlət bununla bağlı və yaxud da müəssisə bununla bağlı bir tədbir görəcək. Amma mən analitik düşüncəyə, məsələn, analitik düşünə bilmirəmsə, rəhbərim gəlib mənə deyə bilməz ki, sən analitik düşünə bilmirsən, mən səndən müqaviləyə xitam verirəm. Və yaxud da sən məsələn də punktual deyilsən, ambisiyalı deyilsən, nə bilim, sənin belə-belə məqamların var, mən səni işdən çıxardıram. Bu səbəb deyil. Amma digər dediyim məsuliyyət olsun, işə vaxtında gəlmək olsun, işimizi vaxtında qarşı tərəfə ötürmək olsun, tapşırıqların düzgün, dolğun şəkildə yerinə yetirib rəhbərliyə verilməsi olsun, bu bizim vəzifə öhdəliyimizdir. Niyə bizi seçək? Bu hissəyə keçməmişdən bir dənə suallara baxım. Görüm sualınız varsa. Baxın, burada bir sual verilib ki, bəs sizcə hər hansı bir şirkətə qəbul hə, bu məncə siz bayaq dediyim kimi, hər hansısa bir şirkətin rəsmi saytı yoxdursa, Böyağa bəy, yəqin ki, ona əsasən vermisiniz bu sualı. Əgər şirkətin hesabı yoxdursa, tanınmırsa, dediyim kimi, yeni başlayırsınızsa, bu sahə üzrə yeniyiksə, təbii ki də dəyər, gedirik ən azından yeni bir şirkətin mədəniyyətin, ənənəsin, onun müəyyən bir məqamlarını öyrənirik və o bizə təbii ki, çox şey qatacaq. Amma mütəxəssis isə, ən azından nə istədiyimizi biliriksə, təbii ki də o şirkət bizə nəsə qata bilməz. Bəli, baxın, burada Firuzə xanım qeyd eləyib ki, işçinin bacarıqlarını üzə çıxartmaqda HR çətinlik çəkir. Tam razıyam sizin fikrinizlə. Bu nədir? Yəni, bacarıqlarımızı bəzən biz deməkdən çəkinirik və yaxud da bayaq dediyim kimi, bacarığımızı səhv istiqamətdə deyirik. Məsələn, bacarıq olaraq məsuliyyətli olduğumuzu deyirik və s. Bunlar bacarıq deyil də. Həqiqətən də nəyi bacarırıqsa, onu düzgün formada deməliyik və burada HR-ın da üzərinə çox maksimum dərəcədə yük düşür ki, müsahibədə HR-ın vəzifəsidir ki, onun bacarıqlarını, performansını ən maksimuma qədər üzə çıxartsın. İşə qəbuldan sonra isə işə qəbul oldu bu adam, gəldi. Mənim əməkdaşımda isə yenə də istedadlar olsun və yaxud da hər hansısa bir müəssisəmdə varsa elə bir şöbə və yaxud da elə biz HR olaraq vəzifəmizdir də, fərqi yoxdur. O şöbə olduq olmadıq, hər bir HR-ın vəzifəsidir ki, bu adamda hər hansı bir istedad görürsə, onu üzə çıxartmalıdır. Baxın, bu da önəmlidir. Həm müsahibə prosesində HR bunu eləməyi bacarmalıdır, həm də həmin işçi işə qəbul olduğu zaman, işlədiyi zamanda da onda bir performans görürsə, o içində potensialını görürsə, bunu rəhbərliyə bildirməlidir. Çünki biz hər dəfə qeyd edirik ki, HR nədir? Rəhbərlə işçi arasında bir körpüdür, bir vasitəçidir. Rəhbər onu görməyə bilər.
Yəni funksional rəhbəri onu görməyə bilər də. Amma birbaşa rəhbəri görürsə, həmin o potensialı o üzə çıxartmalıdır. Suallarınız uzundur, hər birini həqiqətən də cavablamaq istəyərəm. Amma gəlin dərsimizə qayıdaq, daha sonra hər birinizi, hər bir kəsin suallarına maksimum dərəcədə çalışacağam ki, cavab verim. Niyə sizi seçək? Baxın, bu da, bu sualda məsəl üçün verilir ki, sizi seçməkdə məqsəd nədir və sizi niyə seçək, nə üçün seçək? Bu nədir? Məsələn, burada deyə bilərsiniz ki, sizin vakansiya tələb formasında qeyd elədiyiniz bir çox kriteriya var ki, hansı ki, mən onu bacarıram, praktikamda yoxlamışam və çox uğurlu alınıb. Məsələn, analitik baxış, kommunikasiya, proseslərin optimallaşdırılması, verilən işlərin cəld formada icra olunması. Mən burada da yenə də qayıdırsız keçmişə. Mən keçmiş iş yerimdə bu formadaydı. Belə bir problemlər olanda bunu bu formada həll eləyirdim və düşünürəm ki, bu 3 bacarıq, 5 bacarıq və s. ora qoyulan hər hansı bir kriteriya məndə varsa və mən bunu praktikamda yoxlayıb uğurlu istifadə eləyə bilmişəmsə öz iş təcrübəmdə, iş həyatımda, sizə də məhsuldar olacağımı düşünürəm. Bu formada biz bu məsələyə aydınlıq gətirə bilərik. Yəni bunu ona görə deyir ki, sən mənim müəssisəmdə işləyə biləcəksənmi? Mənim müəssisəm stresə dözümlüdürsə, stresə davamlı olmalısan, böyük müəssisədirsə və yaxud da kiçik, amma bütün məsuliyyət sənin üzərindədirsə, bunu bacaracaqsanmı? Yəni məsələ odur ki, bu adam yenə də HR müəssisə ilə işçi arasında bir uyğunluq tapmağa çalışır. Bu tipli sualların da verilməsi HR-ın beynində o suallara cavabıdır ki, hə, həqiqətən uyğundurmu, yoxsa uyğun deyil. Daha sonra gəlirəm son hissəyə, yəni son təsirə, bu hissədə son hissəyə gəlirəm ki, yəni son təsir nədir? Müsahibə bitir, təşəkkürünüzü bildirirsiniz. Bu fürsətin sizə yəni istəsəz deyərsiniz, istəsəz demərsiniz, amma deməyiniz təbii ki də əks hücum məsələsi var. Mən onu burada da qeyd eləmişəm sizə. Yoldaşlar. Belə bir təşəkkür məktubu olur əks hücumda. Bunu siz gedib evdən də yaza bilirsiniz maila. Və həmçinin bunu burada bu formada göstərə də bilərsiniz əks hücum kimi. Məsələn, qeyd eləyə bilərsiniz ki, mənə bu fürsəti yaratdığınıza görə hər birinizə, həm filan komandaya, həm sizə dərin təşəkkürümü bildirirəm. Mən sizin komandaya real dəyər qatacağımı düşünürəm. Qarşılıqlı formada bir-birimizə hər hansısa bir üstünlüklər qatacağıq, sizinlə işləməyə və s. bu kimi cümlələrdən istifadə eləyib müsahibəni bitirə bilirik. Bu HR-da yəni onun yadında qalırsınız və bu yaddaş məsələsinə niyə bu qədər toxunmaq istəyirəm? Yadda qalmaq deyəndə, baxın mən ona görə seminarı yadda qalan qoydum ki, mən demirəm, müsahibəni verdi, siz həmin müəssisədə işə qəbul olacaqsınız. Belə bir başlıq qoymuram, çünki bu doğru bir yanaşma deyil. Niyə? Bəzən siz çox yaxşı işçi belə olsanız, həmin müəssisə üçün uyğun işçi deyilsiniz. Yəni bu nə deməkdir? Siz çox yaxşı işçisiniz. Sizin bütün standartlarınız, sizin bütün tələbləriniz, sizin dil bilikləriniz, sizin peşəkar bacarıqlarınız, sizin təhsiliniz çox mükəmməldir. Amma bir müəssisə sizə reject verirsə, bunun səbəbi var. O müəssisə sizin standartlarınızı qarşılaya bilmir və yaxud da sizi CV-nizi analiz edib və müsahibəyə dəvət edib. Müsahibədə hər şey çox mükəmməl keçir. Mən çox vaxt tələbələrimdən və LinkedIn-də də bu kimi rəylər görürəm ki, müsahibə çox gözəl keçdi, çox məhsuldar keçdi, lakin cavab gəlmədi. Yoldaşlar, cavab gəlməməyinin səbəbi həmin müəssisə sizin standartınızı qarşılaya bilməyəcək. Bu müəssisəyə hal-hazırda lazımdır rəhbərliyin ona qoyduğu vəsaitə əsasən, tələbə əsasən bir işçi tapıb o işini gördürmək. Amma siz onun üçün ya çox yüksək bir standart olursunuz, ya da müəssisəsinə uyğun olmursunuz. Yəni imtina gələndə biz bəzən ruhdan düşürük. Bu mənim özümdə də olur. Mənlə bərabər düşünürəm ki, çox insanda da olur ki, biz ruhdan düşürük. Buna görə də mən həmişə ümumi həm seminarlarımda, həm təlimlərimdə qeyd edirəm ki, CV hazırladım, A-dan Z-yə bütün müəssisələrə CV atdım. Bu düzgün bir yanaşma deyil. Nə qədər çox yerə CV atacaqsınızsa, sizin gözləntiniz o qədər qalxacaq ki, mən 30 dənə yerə CV atmışam, beyninizdə bir data analitikası eləyəcəksiniz ki, mən 30 dənə yerə CV atmışam, 30 dənə yerdən birindən belə mənə geri dönüş gəlmədi və bu sizin motivasiyanızı salacaq aşağıya. Amma siz bu formada yanaşsaz, mənə uyğun 4 yerə CV atmışam və o 4 yerdən
İkisindən mənə geri dönüş gəldi. Siz artıq özünüzü uğurlu sayacaqsınız. Yəni hər bir yerə CV atım, A-dan Z-yə harasa CV atım. Oturdum bu gün həqiqətən də bunu bir günlük rutin halına gətirən insanlar var ki, oturdum bu gün 30 dənə yerə CV atdım. Bu gün 50 dənə yerə CV atdım. LinkedIn-də paylaşırlar. Həqiqətən də bəzən görüb, yəni baxıram ki, bu düzgün yanaşma deyil də. Hazırlayırlar ki, məsələn, bu gün bu ay 160 dənə yerə CV atmışam. Bakıda toplasaq, Azərbaycanda toplasaq 126, 160, 170 normal qurum bəlkə də tapa bilmərik. Amma bu adam bir ay ərzində 160 dənə quruma, müəssisəyə CV atır və geri dönüş görmür və motivasiyası düşür. Atsın demirəm, amma burada həmin işçinin öz motivasiyası düşür. İş axtarmaq periodu elə bir perioddur ki, insan zaten o vaxtda həssas olur və dəstəyə ehtiyacı olur və biz maksimum dərəcə özümüzü motivasiyalandırmalıyıq ki, yəni bu formadadır, olacaq, alınacaq, biz bacaracağıq və s. Və biz artıq elə eləyəndə öz motivasiyamızı aşağı salmışıq. Dediyim kimi beynimizdə ən azından bütün günü bir data analitikası eləyirik ki, bu qədər yerə atdım, niyə birinə geri dönüş gəlmədi? Bəlkə problem məndədir, bəlkə problem mailimdadır və s. Yəni bu kimi fikirlər ağlımıza gəlir də. Yəni real baxsaq məsələyə. Buna görə də çox yerə atmağı deyil də, sizə uyğun yerə atmağı və sizin CV-nizə uyğun tələblərə müraciət etməyinizi sizə məsləhət görürəm ki, öz CV-nizə baxın, onu bir analiz eləyin və bir də qarşı tərəfin qoyduğu vakansiyaya baxın və onu analiz eləyin. Onu analiz elədikdən sonra ortada ən azından bir 70%, 60% uyğunlaşma tapdıqdan sonra siz həmin müəssisəyə müraciət edin. Baxın, günümüzdə vakansiya tələb formasında yazır ki, ingilis dilini bilsin, rus dilini bilsin. Biz göndəririk, biz deyirik ki, okey də bilsin yazıb. Amma bəlkə də həqiqətən də qarşı tərəfə bilən bir adam lazımdır. Artıq biz vakansiyalarda nəyə baxırıq? Məsələn, rus dili mütləq yazırsa, ingilis dili mütləq yazırsa, ora atmağa belə dəyməz. Amma mən görürəm ki, ora belə müraciət edirlər. Çünki özüm vakansiya verirəm, məsələn, orada qeyd edirəm ki, rus dili mütləqdir. İnanın ki, müraciətlərin 90%-i rus dili bilməyən namizədlər tərəfindən gəlir. Və daha sonra da bildirilir ki, filan müəssisə, filan qurum və yaxud da filan özəl şirkət CV-yə geri dönüş eləmədi. Yoldaşlar, CV-yə geri dönüş ona görə olmur ki, mən bura qeyd edirəm ki, ingilis dili mütləqdir. Bu adam beynəlxalq şirkətlə əlaqə saxlayacaq, beynəlxalq qurumla əlaqə saxlayacaq, beynəlxalq mitinqlərə qoşulacaq. Bu insan ingilis dilini mütləq qaydada bilməlidir. Və yaxud da bu insanın filan platformanı mütləq bilməlidir, əmas sistemini mütləq bilməlidir, bircəni mütləq bilməlidir və yaxud da SAP-ni mütləq bilməlidir. Hər hansısa bir platformanı A-dan Z-yə bilməlidir. Çünki bu bəzən hansı hallarda olur? Məsələn, bir işçi qəfil işdən çıxır. Ya ailə həyatı qurdu, ya yaşayış yerini dəyişdi, ya səhhəti ilə bağlı hər hansı bir problem oldu. Qanunvericiliyə əsasında mən həmin günü o işçini işdən çıxartdım. Elə hallarda vakansiya təcili veriləndə qeyd olunur ki, mütləq bilməlidir və təcrübə mütləqdir də. Bu zaman biz düşünməliyik ki, qarşı tərəfə bilən adam lazımdır. O bilən adam gəlməlidir ki, iş maksimum dərəcədə yubanmasın. Buna görə də mənim hər zaman məsləhətim olub ki, çox yerə atmaq əvəzinə sizə uyğun yerə atın ki, həmin o uyğunluğu qoruyub saxlaya biləsiniz. Bura qədər səsini açıb sual vermək istəyən tələbə var. Salam, axşamınız xeyir, necəsiniz? Axşamınız xeyir. İşə qəbul zamanı ilk 30 saniyə niyə vacibdir? Niyə vacibdir? Bayaq dediyim kimi görünüş olaraq, yəni sizin daxil olmağınız, HR-ın sizə o baxanda dress kodunuzu görməyi, sizin ondan salamlaşmağınız, sizin ən azından ona dəvətə görə təşəkkür etməyiniz HR-ın artıq diqqətini çəkir. Biri var ki, siz sadəcə gəldiniz, salam verdiniz, oturdunuz. Bu artıq HR-da müəyyən bir fikir formalaşdıracaq. Yəni ən azından müəyyən bir xoş gəlmə hissəsi olmalıdır. Təşəkkür etməliyik dəvətə görə və ən azından gedəndə də bu məsələ var da, məsələn, durdunuz, yetdiniz, stolunuz necədirsə çəkmədən gedirsiniz. O biraz etik deyildi. Ən azından biz o stolu çəkib oturmuşuqsa, müsahibədə sağollaşıb gedəndə də gününüz uğurlu olsun deyib gediriksə, onu çəkib getmək. Yəni bu kimi məsələlər var ki, bunlar yazılmamış qanunlardır. Yəni okey, bu ola bilər ki, nə məcəllə demir bizə, nə hər hansısa bir mənbə demir, amma bunlar etik görsənən bəzi addımlardır. Həmin o 30 saniyədə biz deyirik ki, çox önəmlidir. Bu 30 saniyədə mən nə ilə bağlayacaqdım? Necə ki deyirlər, bir çox xarici mənbələr deyir ki, HR CV-yə ilk 7 saniyə baxır və analiz edir. O 30 saniyə ilə 7 saniyə məsələsi odur ki, ilk baxanda nəsə diqqətimizi çəkməlidir. Həmin insanın xoş ünsiyyəti, xoş baxışı, xoş aurası, danışığı, diksiyası 30 saniyə ərzində bizim diqqətimizi cəlb edir.
Göz kontaktı, bəli, eynən, əyləşmə, düz qamət, qeyd elədiniz. Yəni bunlar çox önəmli məqamlardır. Ona görə o 30 saniyəni biz vurğulayırıq. Sizcə bir namizədin yadda qalan olmasının ən çox nə təsir edir? Bu slaydda sadaladıqlarımın hər biri. Amma ən əsas həmin o dediyim kimi özümüzü təqdimat və satma bacarığı. Okey, bəzən elə ola bilər ki, bizim dress kodumuz da düzgün olmaya bilər. Biz gəldik, həyəcanlandıq, sakitcə salam verdik, oturduq. Bu da normaldır, bunu da görməzdən gələ bilərik. Amma ən önəmli məqam özümüzü təqdim eləməkdədir. Çünki hər şey nəzərə alın ki, bu adam bəzən elə ola bilər ki, bir şəxs panel müsahibəyə gəlir. Panel müsahibədə nədir? 7 dənə mütəxəssis oturur, 6 dənə mütəxəssis oturur, mən tək gəlirəm. Təbii ki də mən ora artıq girib adam sayını görəndə həyəcandan salam verməyi belə unuta bilərəm və yaxud da həyəcandan çox sağ olun, təşəkkür edirəm deməyi də unuda bilərəm də. Amma ən əsas məqam yadda qalan olmaq üçün özümüzü düzgün formada qarşı tərəfə təqdim eləməliyik. Çünki təqdimat çox vacibdir. Aha. Daha sonra məsləhət görərdim ki, məsələn, böyük tipli suallar yazırsınız, onların daha aydın və digər tələbələrini də eşitmək üçün səslərinizi açıb verə bilərsiniz. Salam, hər vaxtınız xeyir. Vaxtınız xeyir. Bu könüllülük təşkilatı üçün də keçərlidirmi? Necə? Könüllülük Bəli, eyni təşkilatı qaydada. üçün. Belə deyim də, istər könüllü olsun, istər təcrübəçi olsun, siz bir yer, adicə gəlin belə götürək də, məsələn, COP zamanı müəyyən bir təcrübəçilər seçilirdi də. Orada belə görürdünüz, çox, yəni minlərlə gəncə reject gəlirdi. Bunun səbəbi nədir? Biz gedirdik müsahibədə iştirak eləyirdik. Yəni həmin müsahibədə baxırdılar ki, bu insanın potensialı nədir? Fərqi yoxdur, istər könüllü olsun, istər təcrübəçi olsun, istər praktikant olsun. Bu proseslərin hər birində müsahibə var. Və müsahibə dediyim bu müsahibə hər biri üçün keçərlidir. Hə, təbii ki, könüllüdəsinizsə siz gedib orada A-dan Z-yə iş təcrübəniz haqqında danışa bilmərsiniz. Çünki siz könüllüsünüz və yaxud da təcrübəçisiniz. Siz bu hissəyə yeni başlayırsınız. Amma ən azından təcrübəçisiniz və sıfırdan bir müəssisəyə gedirsinizsə, sizin orada danışacağınız məqam nədir? Universitet həyatı və aktiv fəallığınız, sosial fəallığınız ki, məsələn, mən universitet vaxtı bu formada fəal olmuşam, bu layihələrə qoşulmuşam, bu sertifikatları almışam. Yəni, bu formada danışaraq da müsahibəni effektiv eləyə bilirsiniz. Aha, başa düşdüm, çox sağ olun. Siz sağ olun. Elmir bəy qeyd edib ki, əgər namizəd HR olarsa qarşılıqlı nə suallar veririk? Təbii ki də yəni biz HR-ıqsa, bir HR-ın qarşısına gediriksə, burada maksimum diqqətli olmalıyıq. Çünki biz də HR-ıq və biz bunların hər birini azdan çoxdan bilirik. Hə, məsələn, HR artıq girib, salam verib, təşəkkür etmədən oturursa, bu daha çox məncə mənfidir. Çünki biz özümüz bunu tədris edirik və yaxud da biz özümüz bunu deyirik. Yəni düşünün ki, mən bir müəssisədə rekruter olaraq çalışıram və illər sonra hər hansı bir təşkilata müraciət edirəm, ora gedirəm HR olaraq vakansiya ilə bağlı və burada dediklərimi mən orada tədris eləməsəm, mən orada praktikamda göstərməsəm, bu biraz xoş olmayacaq. Qarşılıqda dediyim kimi standart suallar, məcəllə lazımdırsa məcəllədən veriləcək suallar, yenə eyni qaydada olacaq. Çünki peşəkar suallar var, şəxsi keyfiyyətlə bağlı suallar var. Mənim sizinlə danışdığım hissə bizim şəxsi keyfiyyətimizə aiddir. Görürsünüz, mən burada peşəkar suallar qoymamışam. Məcəllə olsun, IT ilə bağlı hər hansısa bir nələrsə olsun. Mən sırf şəxsi keyfiyyətlərdən danışıram. Şəxsi keyfiyyətlər isə vəzifə ilə hər hansısa bir fərqi yoxdur. Vəzifəmizdən asılı olmayaraq bu olur. Daha sonra sualı olan tələbə var. Müsahibəyə gedərkən ilk 30 saniyə nə qədər rol oynayır? Buna bayaq dedik, deməli qeyd elədiyim kimi, mən demirəm, siz o 30 saniyədə gəlin, təşəkkür eləyin, maksimum fəal olun, sizi götürəcəklər, belə bir şey yoxdur. Amma ən azından burada sadaladıqlarımın hər birinin 20-25% bir rolu var. Siz onu da eləsəz, məsələn, özünüzü düzgün 30 saniyədə vizual olaraq düzgün göstərdiniz, özünüzü düzgün təqdim elədiniz, buradan bir plus aldınız, təqdimatdan bir plus aldınız, özünüz haqqında dolğun ifadə verərək, gedəndə ən azından yenə eyni qaydada bir təşəkkür edib gedərək, siz qarşı tərəfdə müəyyən bir fikir formalaşdırmış olursunuz və sizin o 30 saniyənizdə həmin bu məqamlara təsir eləyən faiz nisbətinə bərabər. Ən azından bir 20%, 30%, 10% təsir eləmiş olursunuz qarşı tərəfin fikrinin formalaşmasına. Daha sonra sual vermək istəyən tələbə. Bir də ki,
Biz stres və həyəcanımızı necə kontrol altına ala bilərik daha doğrusu? Aha, baxın, Yəni özümdə bunu bacara bilmirəm. Yəni illərdir könüllülük təşkilatlarına qoşulmuşam və hamısında eyni problem. Stres və həyəcanımı kontrol gəlin, edə bilmirəm. gəlin mən sizə göstərəm. Mən slaydı dəyişdirəndə siz görürsünüz, bu slayddan digər slaydı keçid eləyəndə. Aha, görürəm. Görünür, hə? Bir dəqiqə. Bəli, İndi bu slayda da keçid eləyəndə görürsünüz. görürəm. Aha, baxın burada mən belə bir hissə qoymuşam. Bir dəqiqə, onu sizə belə göstərərək. Şir dovşan hissəsi var və burada baxın, stresə necə qalib gəlmə hissəsi var. Fərqi yoxdur, istər təcrübəçi kimi, istər könüllü kimi, istər mütəxəssis kimi, hər hansı bir müsahibəyə girməmişdən öncə həmişə beyninizdə düşünün ki, ən pis halda nə olacaq? Ən pis halda reject verəcəklər, imtina verəcəklər. Bu sizin üçün bir praktika olacaq. Belə deyim də, bu sizdə bir praktika olaraq qalacaq və növbəti müsahibəyə hazırlıq olacaq. Ən pis halda bunu düşünün ki, yəni nə ola bilər? Və bir də müsahibəyə girməmişdən öncə düşünün ki, mənim məqsədim nədir? Siz nə qədər məqsədinizi dolğun formada öz beyninizdə canlandırsanız, müsahibəyə bir o qədər daha inamlı girəcəksiniz. Yəni, məsələn, siz beyninizdə bir məqsəd qoymusunuz ki, mən bu ayın sonuna qədər özümə iş tapacağam və hər hansısa bir müəssisədə istər könüllü, istər əməkdaş qismində çıxış eləyəcəm. Bu zaman sizin məqsədiniz daha aydın olur və siz nə edəcəyinizi çox gözəl bilirsiniz və o an sizə bir özgüvən gəlir. Bir də praktika. Praktika dediyim də nədir? İş praktikasından söhbət getmir. Müsahibə praktikasından söhbət gedir ki, hər bir müsahibə sizə bir praktika verir. Mən həmişə bunu qeyd edirəm ki, yeni başlayanlar, bayaq məsələn danışırdım, rəsmi saytı olmayan özəl şirkət və s. Burada ən önəmli məqam, siz yeni başlayırsınızsa, siz fərqi yoxdur. Hər bir müəssisəyə, hər bir quruma, hər bir təşkilata müraciət eləməlisiniz. Səbəb odur ki, sizin işə ehtiyacınız var və siz sıfırdan gedib bir yerdən başlayaraq öz praktikanızı yüksəltməlisiniz ki, məsələn, bu yerdə ən azından mən 6 ay bunu öyrəndim. Buna görə də o stresinizi o formada qalib gəlin praktika ilə. Siz 1, 2, 3, 4, 5, məsələn 5 dənə müsahibəyə girsəz ay ərzində, siz özünüz üçün müqayisə eləyin ki, birinci müsahibəyə girəndə həyəcanım nə qədər idi, 5-ci müsahibəyə girəndə həyəcanım nə qədərdir və mən sizə qaranti verirəm ki, birinci ilə 5-ci arasında yerdən göy qədər fərq olacaq. Müsahibədə çox həyəcanlı olmamızın səbəbi məsələ budur ki, biz bunu tez-tez eləmirik. Bir də müsahibədə həyəcanlı olanda imtina gəlir. Necə? Müsahibədə həyəcanlı olanda imtina gəlir, imtina edirlər. Yox, məsələ imtina eləmək deyil. Həyəcanlı olanda mən indi həyəcanlı olsam, sizə fikrimi ifadə eləyə bilməyəcəm və mən sizə fikrimi ifadə eləyə bilməsəm, bizim bu vebinarımız məhsuldar olmayacaq. Mən sizə özümü düzgün formada ifadə eləməmiş olacağam. Həyəcan bizim özümüzü qarşı tərəfə düzgün formada ifadə etməyimizə qarşı qoyan bir maneədir ki, hansı ki mən həyəcanıma görə bildiklərimi də unuduram, həyəcanlanıram ekstra və daxilimdə həqiqətən bildiyimi qarşı tərəfə ötürə bilmirəm. Həyəcan buna görə imtina gəlməmizə səbəbdir. Mən məsələn bilirəm ki, bu nədir, amma çox həyəcanlananda mən onu unuduram. Unutduğuma görə də müəssisə rəhbəri məni tanımır axı şəxsi olaraq. Elə bilir ki, mən onu bilmirəm və artıq imtina gəlir təbii ki də. Salam xanım. Bir şey soruşa bilərəm? Buyurun. İşə qəbul zamanı biz qarşı tərəfə necə bir təsərrüat yaratmalıyıq ki, ancaq məsələn bizə verilən işi görək, başqa işi məsələn yox Aha, görməyək. baxın o Bunu anlasınlar. Aha, belə deyim də, bizdə ümumiyyətlə bir çox müəssisələrdə bir işçiyə 3-4 vəzifə, 1-2 vəzifə vermək, bu ümumi olaraq bir normal qarşılanan hal olub artıq ki, yəni necə ki, işçilər vəzifəsindən daha artıq işləməyə məcbur qalırlar və yaxud da məsələn mənim belə deyim də, mən HR-amsa, mənə bir neçə işçinin işi verilir və biz bunu müsahibədə necə bildirməliyik? Bunun əsas məqsədi, yəni bunu necə deyirik? Burada mən məsələn danışdım sizə, mənim keyfiyyətlərimi kim yoxlayacaq, mənim göstəricilərim neçə aydan bir yoxlanılacaq, mənə hansı funksiyalar veriləcək, mənim birbaşa tabe olduğum rəhbər kimdir? Bunları öyrənərək biz bilə bilərik. Məsələn, siz böyük bir quruma getmişsiniz və yaxud da hər hansı bir müəssisəyə getmişsiniz, müsahibədə rahatlıqla soruşa bilərsiniz ki, işlədiyim komanda neçə nəfərdən ibarətdir? Neçə nəfərin, məsələn də HR-ıqsa, biz adətən bizi ən çox maraqlandıran sual
ən yəni mən məsəl üçün müsahibələrə gedəndə ən çox maraqlanırıq, kurasiyama neçədən işçi düşür? Biz HR-ıqsa, biz işçilərin əməliyyat hissəsi olsun, işə qəbul hissəsi olsun. Bizə maraqlıdır ki, məsələn, əməliyyatdayıqsa, bizim payımıza neçə nəfər işçi düşür? Məsələn, adam deyəcək ki, 2 dənə HR-sız, 3000 dənə işçi var. Sizcə bu normaldır? Bunu qəbul edə bilirik biz? Qəbul edə bilərik, yəni 2 nəfərə 3000 dənə işçi. Yəni bunu artıq biz burada artıq başa düşəcəyik ki, əslində 3000-ə 5 işçi ayrılmalıdırsa, müəssisə 2 işçi ayırırsa, deməli bu müəssisədə nə var? İşçiyə qənaət var. Bu müəssisə 5 vakant açmaq yerinə 2 vakant açıb. Yəni bunu siz HR-a verdiyiniz suallardan bilə bilərsiniz. Buna görə də mən həmişə qeyd edirəm ki, müsahibədə HR-a sual vermədən əsla çəkinməyin. Müsahibədə siz HR-a verdiyiniz suallardan fikir formalaşır. Həqiqətən də mənim dəfələrlə olub ki, çox istədiyim müəssisə belə olsa, mən ora getmişəm və müsahibə əsasında o qədər mənfilər olub ki, adam mənfinin sahibi məsəl üçün rejimi deyib, bu bir mənfi olub mənim üçün. Həmin o kurasiyada işçi sayının həddən artıq az olması, lakin işçilərin, məsəl üçün kurasiyada əməkdaş sayı çoxdur, amma işçi azdır. Artıq mən düşünmüşəm ki, məsəl üçün iş saatı 10-dan 7-yədirsə, mən 9-dan tez çıxa bilməyəcəm. Bu işə razı olsam və beynimdə onu analiz eləyərək mən bilirəm ki, artıq bu müəssisədə iş yükü çox olacaq. Yəni bu kimi şeylərlə HR-a sual verərək həmin o beynimizdəki suallara cavab tapa bilərik. Axşamınız xeyir Fəxri xanım. Olar bir sual verim sizə. Buyurun, Mən buyurun. başqa bir sahədə işləyirəm hal-hazırda. 6 ildir stajım var. Lakin başqa bir sahəni öyrənib o sahə üzrə CV hazırlamışam. Stajım yoxdur o sahədə, amma çox həvəsliyəm, perspektivliyəm. Artıq belə deyək də açığam yeni işə. Hal-hazırda başqa bir yerdə işləməyimə rəğmən və müsahibələrə gedirəm, lakin CV-mdə stajımın o sahədə olmaması və tamamilə əks istiqamətdə bir təhsilim və iş stajım olmağı mənə nə qədər ziyandır və necə qarşılanır HR-lar tərəfindən? Əslində sizin düşündüyünüz mənə maraqlıdır. Düzdür, yəni mənə sadəcə baxırlar, xoş qarşılayırlar, onu mən görürəm, okeydir. Amma əslində nə düşünürsünüz o cür əməkdaşlar haqqında? Yəni onların potensialı bir şansı varmı? Bu haqqda məlumat zəhmət olmasa. Çox sağ olun. Belə deyim də sizə, bu artıq sizin sahə dəyişdirmə, insan hər zaman öz sahəsini dəyişdirə bilər. Bu normal haldır və istər HR olsun, istər fərqli bir müəssisə, yəni istər mən olum, istər fərqli bir HR olsun da, bu nə zaman xoş qarşılanmır? Məsəl üçün, mən o zaman bunu xoş qarşılamıram ki, işçi daima olaraq bir sahə dəyişdirir. Məsələn, gəlir CV atılır elementar olaraq. Biz baxırıq ki, CV-də bir il satışdadır, bir il xidmətdədir, bir il fərqli bir sahədədir, bir il HR-dadır, 3 ay səhiyyəyə gedib. Artıq bizim beynimizdə bir fikir formalaşır ki, bu adamın müəyyən bir yaşı var. Yox, üzr istəyirəm. Olar bir dənə ritliyim. Mən müəllimliyi bitirmişəm. 6 ildir müəlliməm dövlət məktəbində. Yəni ilk iş yerim buradır və 6 ildir burada işləyirəm. Lakin özümü müəllimə kimi görmürəm və bunu da izah eləmişəm müsahibələrdə ki, mən müəllim olmaq üçün doğulmamışam. Data analizikanı öyrənmişəm və çox marağım var bu sahəyə. Bu üzrə də təkmilləşirəm. Məsələn, çox maraqlıdır mənə. Müsahibələrə gedirəm. Hələ ki o şeyi tapmamışam. Bəli, sadəcə mənə maraqlıdır ki, HR-lar necə düşünür? Bir müəllimi data analitika layiqmi görmür deyəmi? Yoxsa nədir sizin düşüncəniz? Belə deyim. Yer dəyişməmişəm, belə deyək də. Aydındır. Məsələn, dediyim kimi, o zaman siz sual verirsiniz ki, necə qarşılanır? Xoş qarşılanmayan məqam burada. Əgər işçi hər hansısa bir yəni namizəd bir neçə sahə dəyişdirirsə və müəyyən bir yaşa gəlib hələ də öz sahəsini tapa bilmirsə, bu xoş qarşılanmaya bilər, yenə də hardasa. Ümumiyyətlə, xoş qarşılanmaq deyə bir şey yoxdur da. Yəni, ola bilər ki, məsəl üçün, mən baxa bilərəm və mənim beynimdə bir sual işarəsi yarana bilər ki, niyə bu insan bu qədər sahə dəyişib? Amma sizdə olan situasiya, siz loyal işçi olaraq bir müəssisədə müəllimlik təhsili alıb və müəllim olaraq fəaliyyət göstərmisiniz 6 il. Və siz bunu müsahibələrə gedəndə HR-a o formada bildirə bilərsiniz ki, mən artıq müəllimlikdə bir perspektiv görmürəm və mən artıq özümü müəllimlikdə görmürəm. Siz bunu bildirəndə HR bunu normal qəbul edəcək ki, bu insan artıq alacağını alıb. Yəni 5 il, istər 5 il olsun, istər 6 il olsun, 5 ildən sonra insan bir müəssisədən maksimum alacağı məhsuldarlığı alır və verəcəyi məhsuldarlığı da müəssisəyə verir. Siz artıq sizdə artıq doyma məsələsidir. Siz 5 il, 6 il, yəni 5 ili keçibsə, siz artıq həmin o vəzifədən doymusunuz və sizin inkişafınız yoxdur. Ki, müəllimliyi də biz bilirik ki, həm istər maddi olsun, istər digər
aspektdən yanaşsaq, siz oradan alacağınızı almısınız və siz artıq yeni sahəyə başlamaq istəyirsiniz və yeni sahəndə seçmisiniz. Biri var ki, baxın, mən nə zaman, HR-lar nə zaman onu mənfi qəbul eləyə bilər? Siz sahənizi seçmirsiniz və siz sadəcə hər yerə müraciət edirsiniz. O zaman mənfi qəbul oluna bilir hardasa. Amma siz artıq beyninizdə seçmisiniz ki, mən data analitik üzrə təkmilləşdirəcəm özümü, bu sahə üzrə müsahibələrə gedirsinizsə, bu əsla mənfi formada qəbul olunmur. Hətta müsbət formada dəyərləndirilə bilər ki, məsələn də atıram, Günay xanım bir məqsəd qoydu qarşısına və gördü ki, müəllimlikdən artıq alacağını alıb və öz sahəsini dəyişdirmək istəyir. Bu müsbət qəbul oluna bilər ki, mənfi qəbul olunmur əsla. Yəni bu barədə narahat olmayın. Çünki artıq siz özünüzə bir sahə seçmisiniz və o sahə üzrə təkmilləşməyə çalışırsınız. Aha, daha sonra sualı olan tələbə var. İşə qəbulda daha çox nə qiymətləndirilir? Təcrübə yoxsa özünü təqdim etmə? Belə deyim də, ən çox işə qəbulda deyərdim ki, özünü təqdim etmə. Yəni təcrübəmiz nə qədər də olur olsun, məsələn, mən gedim bir müəssisədə 9 il çalışım və yaxud da 10 il çalışım, mən orada inkişaf eləməmişəmsə, amma fərqli bir insan 2 il bir müəssisədə çalışıb, amma 2 il ərzində maksimum dərəcədə özünü inkişaf elətdiribsə, yeni, belə deyim də, inkişaflara, yeni sertifikatlara, yeni biliklərə, yeni bacarıqlara nail olubsa, təbii ki də mən təcrübəsi olanı deyil də, özünü düzgün təqdim eləyən və düzgün formada özünü inkişaf eləyəni seçəcəm. Təcrübə hər şey demək deyil. Daha sonra Necə əlaqə saxlaya bilərəm? mənlə necə əlaqə saxlaya bilərsiniz? Aydan xanıma deyərsiniz, Aydan xanım əlaqə nömrəmi sizə göndərər. Mən çünki burada sizin əlaqə nömrələrinizi görmürəm, qrupda yoxam da. Aydan xanıma deyərsiniz, o köməkliyi göstərər sizə. Aha. Əsasım, sizcə CV göndərmək üçün ən uyğun olan saat varmı? Necə? Aha, CV göndərmək üçün ən uyğun olan saat. Bəli. Deməli, belə deyim də, CV-ni əsla şənbə günü göndərmirik. 5 günlük bir müəssisədə şənbə günü göndərmirsiniz. CV-ni göndərsiniz səhər saatlarında. Amma bu aiddir mail-la göndərdiyiniz CV-lərə. Siz Gloria üzərindən müraciət edirsiniz, orada saat fərqi yoxdur. Amma mail üzərindən göndərirsə CV-ni səhər saatlarında göndərməlisiniz ki, HR onu açanda ilk sizinkini görsün. O da ədalətli HR-dırsa, zaten saatın fərqi yoxdur. Hansı saatda göndərirsə göndər, o CV-lərə bir-bir baxacaq. Amma nisbətən tənbəldirsə və yaxud da nisbətən sizin CV-nizin daha tez görülməyini istəyirsinizsə, səhər saat, məsələn, 9-da iş saatı başlayır, 9-a 10 dəqiqə qalmışsa CV-ni göndərsəz, HR kompüterini açanda CV-də ilk sizinkini görəcək. O daha üstündür. Yəni, səhər saatlarında göndərməyiniz daha yaxşıdır. Bir də bazar günü, şənbə günü göndərməyin. Bazar günü göndərirsinizsə belə gecə saatlarında göndərin ki, səhər duranda onu görsün. Amma şənbə günü göndərməyin çox alta düşür. Şənbə günü ümumiyyətlə CV göndərməyinizi məsləhət görmürəm. Sual olan tələb. Asanlığında könüllü necə gəlir cavab? Asan, ümumiyyətlə könüllü olsun, təcrübə olsun, maksimum bir aya geri dön. Ümumiyyətlə geri dönüşün gəlmə müddəti 40 aydır. Bir vakansiyanın 40 ay nədir üzrürsən? Bir vakansiyanın bağlanma müddəti 40 gündür. Maksimum 40 günə geri dönüş gəlməlidir. İndi mən Asad Çünki Xidmət Qurumunda işləmirəm deyə sizə dəqiq deyə bilmərəm, amma belə 40 gün nəzərdə tutun. Çünki yox, diablan biri vermişəm. İndi ayın 20-sidir Yox. bugün. Hələ gəlməməyi normaldır. 9 iş günüdür və 9 iş gündə deyil də. Düşünün, burada şənbə bazarlar var, qeyri iş günləri girdi ortaya, 8, 9 və s. onlar nəzərə alın, ona görə gec gələ bilər. Xanım, Yox, üzr istəyirəm, bir sual da verəcəm. Buyurun, buyurun. CV-ni yazanda nə yazmalıyıq daha doğrusu ki, ona baxılanda daha tez götürülsün, baxılsın? Belə deyim də, bu biraz çox açıq sualdır. O sizin vəzifənizdən asılıdır. Siz nəyə müraciət edirsinizsə, məsələn də siz HR-a müraciət edirsiniz və siz HR-ın işə qəbul hissəsindəsinizsə və müraciət etmək istədiyiniz vəzifə də işə qəbuldursa, siz CV-də sadəcə mən insan resursları üzrə işləmişəm yazsaz və insan resursları üzrə mütəxəssis yazsaz,
Bu açıq olmayacaq. Amma siz sırf orada işə qəbul üzrə yazsaz, insan resursları üzrə mütəxəssis işə qəbul üzrə yazsaz və işə qəbulda CV-lərin analizi olsun, elanların verilməsi olsun və s. və ilaxır. Yəni bunları qeyd eləsəz, artıq qarşı tərəf görəcək ki, hə, bu mənə uyğun namizəd. Amma sırf siz orada yazsaz, məsələn, HR olaraq çalışmışam, ona baxan adam bilməyəcək və CV-də dediyim kimi məlumatlar maksimum az olmalıdır. Az dediyim nədir? Çoxluq olmamalıdır, qarışıq olmamalıdır. HR baxanda istədiyi məlumatları rahat almalıdır. Bir də dediyim kimi o dizayn məsələsi də yorucu olmamalıdır. Onunla bağlı yəqin ki, biz gələcəkdə Aydan xanımla birgə əməkdaşlığımız uğurlu olsa, Aydan xanımla birgə CV-nin hazırlanması və s. o barədə bir seminar salarıq çox güman. Mənim deyəcəklərim bu qədər yoldaşlar. Vaxta görə təəssüf ki, bitirməliyik. Sizin hər hansısa bir suallarınız Bəli, saxta məlumatlar yazılmamalıdır Elmir bəy. Necə? Şəfa xanımla dediniz xanım qrupda var, Aysu xanım dedi. Aydan xanım, yəqin ki, linkin Aydan oxunan xanım, hə. Aydan xanımdır. Elə Aydan Bəli. xanım, mən özüm bildirəcəm, lazım olan tələbələrə əlaqə. Yəni əlaqə nömrəsi nə sualınız var, siz istəyirsiniz Aydan xanıma bildirin. Aydan xanım mənə ya da ki elə bu proses çox uzun olacaqsa, nömrəmi götürün, Aydan xanım sizə nömrəni verəcək. Narahat olmayın. Slaydları qrupa bəli, mütləq göndərəcəm. Faydalı olduğuna görə təşəkkür eləyirəm. Həqiqətən də hər hansı bir informasiyanı sizə ötürə bilmişəmsə, nə xoş mənə. Və Aydan xanım, buradasınızsa, hər hansısa Bəli, bir... bəli, buradayam. Aha. Mənim deyəcəklərim bu qədər. Çox sağ olun gözəl Sağ vebinara olun. görə. Çox Təşəkkür minnətdaram. Qatılanların hər birinə də aktivliyinə görə təşəkkür eləyirəm. Və inşallah ki, sizinlə işbirliyimiz davam eləyəcək və istəyirsiniz siz məlumat verin. Biz Aha. daha sonra istəyirik sizinlə bir aylıq təlim keçirək. Əgər burada olanlar istəsə, əlaqə nömrəsi qoyacağam. Həmin o nömrə ilə Aha. əlaqə saxlayar. Siz istəyirsiniz məlumat verin, hansı mövzuda olacaq bizim bir aylıq təlimimiz. Aha, belə deyim də yoldaşlar, biz Aydan xanımla bir aylıq insan resursları üzrə təlimlərə də start verməyi düşünürük. Əgər aranızda insan resurslarına yeni başlayan və yaxud da bu sahə üzrə özünü təkmilləşdirmək istəyən tələbələr də varsa, düzdür, o hissə qanunvericiliyi hissəsindən olacaq. Sırf müsahibə və s. yox da, qanunvericilik hissəsindən, əmək haqqı hesablanması qanunvericilik hissəsində olan bir təlim olacaq. Təlimin başlığı olsun, təlimdə hansı sillabuslar üzərindən keçiriləcək, o barədə də maraqlanan tələbələr Aydan xanımla nömrəni alıb ətraflı yazarlar. Biz ətraflı məlumat verərik həmin tələbələrə. Sırf nə qədər keçiriləcək, neçə müddət olacaq, nələr öyrədiləcək və hansı mövzular öyrədiləcək. Çünki bir aydır və biz bu bir ayda maksimum çalışacağıq ki, müddəti uzatmadan özünü təkmilləşdirmək istəyən tələbələrə bütün baza məlumatlarını ötürək. Yəni bu barədə də hər hansı bir sualınız olsa bizə ünvanlaya bilərsiniz. Çox sağ olun. Burada əyani daha doğrusu onlayn təlimlə bağlı məlumat nömrəni qoymuşam. Kim sizə əlaqə saxlaya bilər. Bəli, Rusiya nömrəsidir. Mən özüm Rusiyada yaşadığım üçün təəssüf ki, Azərbaycan nömrəm yoxdur. Üzrlü sayasız. Yəni fake nömrə deyil də, təbii nömrədir. Və şəxsi suallara da cavab verilmir, üzrlü sayasız. Bir aylıq təlimimiz inşallah baş tutar. İnşallah buradan da qatılanlar olar. Və çox gözəl webinar idarə etdiniz. Mən özüm də böyük bir zövqlə izlədim sizi. Yəni mənim sualları oxumağıma ehtiyac qalmadı. Və bütün suallara da çox böyük səbirlə cavab verdiyiniz üçün də minnətdaram sizə. Çox sağ olun. Siz sağ olun. Bəli, bir aylıq təlimimiz ödənişli olacaq təbii ki, amma oradan sizin əldə edəcəkləriniz daha çox olacaq. Nəinki həmin mövzuda düşünməyiniz, belə düşünürəm. İnşallah hər ikimiz üçün əməkdaşlığımız uğurlu olar və davam eləyər. İnşallah. Təlimlə bağlı suallarınızı qoyduğum nömrəyə yazarsınız və məlumat verəcək inşallah təlim barəsində. Qrupda siz varsınız xanım. Necə? Varsınız. Başa düşmədim. Deyirəm ki, qrupda varsınız. Bəli, bəli, qrupda varam mən. Nömrəmi qoymuşam bura, nömrə var burada, əgər görürsünüzsə Yəni o burada. nömrə ilə İkinci əlaqə nömrə saxlaya yazdım. bilirsiniz. Bəli, bəli, bəli. Nömrəni bir daha qoyum. Bu arada mən özüm akademiyanın rəhbəriyəm. Bir aylıq təlimlə bağlı bura müraciət eləyərsiniz. Amma sertifikat satışı ilə hansı qrupdan gəlmisinizsə, o qrupun adminlərinə yazın. Bu qoyduğum nömrəyə ancaq bir aylıq təlimlə bağlı yaza bilərsiniz.
Ə, Mənim digər qeydlərim. sualları, Digər digər, suallardır. Mhm. bəli, digər sualları isə nömrə yazaraq cavab ala bilərsiniz. Təlimlə bağlı bütün suallara inşallah nömrəmə yazaraq cavab əldə edə bilərsiniz. Kimlər müraciət eləmək istərsə, onlar üçün ayrıca bir qrup açılacaq, daha doğrusu onlayn təlim üçün və orada bütün məlumatlar müəllim tərəfindən veriləcək. Şəfa xanımı da əlavə eləyəcəm və bütün məlumatları qrupda müəllim özü verəcək inşallah. Şəfa xanım çox sağ olun. Siz sağ olun. Buyurun. Biz Şəfa xanımla neçə aylardır təlimlərdə bir yerdə oluruq. Sevə-sevə də qoşuluruq. İnşallah ki, davam edərik. İnşallah növbəti təlimdə qoşulmanızı diləyilə Şahin bəy. İnşallah. Şahin bəy təşəkkür Mənim edirik ki, Şəfa xanımı bizə əlaqələndirdi və belə gözəl bir təlimçini tanıdıq. Çox sağ olun. Siz sağ Minnətdarım. olun. Buyurun. Sağ olun. Hər kəsin gecəsi xeyrə. Sağ olun. Sağ olun.